Dilçilik elmi üzrə tədqiqatların aparılması, onun başqa problemlərinin həlli ilə yanaşı, həm də ona görə vacibdir ki, bəşəriyyətin nə vaxt və necə danışmağı öyrəndiyi aydınlaşsın. İnsan öz varlığını dərk etsin, özünün də, dünyasının da mövcud olduğu kainatın sirlərinə bələd olsun. Ona görə də dilin mənşəyinə dair alimlər ta qədimlərdən bəri bir sıra müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Vaxtilə dilin yaranmasına dair səs təqlidi nəzəriyyəsi, nidalar nəzəriyyəsi, ictimai razılaşmalar nəzəriyyəsi, jestlər nəzəriyyəsi, əmək hıçqırıqları nəzəriyyəsi və digər nəzəriyyələr irəli sürülmüşdür. Dillərin inkişafındakı bəzi istiqamətləri aydınlaşdırmaq üçün bu nəzəriyyələr müəyyən əhəmiyyət kəsb etmişlər. Lakin ümumi halda dilin yaranmasının əsas qaynaqları olmamışlar. Onları alimlər dilçilik ədəbiyyatında geniş işıqlandırmış və tutarlı tənqid edərək göstərmişlər ki, hər şeydən əvvəl dilin, danışığın sahibi insanın özü və cəmiyyətdir. Dilin yaradılışı bunlarla əlaqələndirilməlidir. Dünya xalqlarının əksəri dilin ilahi qüvvə tərəfindən yaradıldığını haqlı olaraq söyləyirlər. Lakin bu, indiyə qədər özlərinin uydurduğu qeyri-ciddi fikir və dini əfsanələrə söykəndiyindən elm bunları heç cür qəbul edə bilməzdi. Həm də yer üzündə, keçmişdə və hazırda müxtəlif dinlərin yayılmağına baxmayaraq, onlar indiyə qədər sistemləşdirilib ümumi bir ilahiyyat elmi səviyyəsinə qaldırılmamışdır. Əslində onlar həm ehkam xarakteri daşıyır, həm də bunun üçün əldə olan ədəbiyyat dilin mənşəyinin təyin edilməsi kimi mürəkkəb məsələni tədqiq edib işıqlandırılması üçün kifayət etmirdi. Ona görə də dilçi filosoflar tarixən dini görüşlərdən ayrılıb dilin təbiət tərəf yaradıldığını da söyləmişlər. Bu da qeyri-elmidir. Çünki təbiət dedikdə yalnız yer kürəsindəki və atmosferindəki varlıqların, onların hallarının, hərəkətlərinin və bunlarda gedən proseslərin öz aralarında vəhdətdə mövcudluğu başa düşülürdü. Bunlar isə kainatın, ondakı hərəkətlərin vəhdət axırından ayrı deyildilər, əlahidəlik təşkil etmirlər. Deməli, dil və onun yaradılışı həm də kainatla, ondakı varlıqlarla, hadisələrlə, hərəkət və proseslərlə əlaqələndirilməlidir. Hazırda yer üzündə dilin əmələ gəlməsinə dair əsasən dialektik materialist nəzəriyyə qəbul edilmişdir. O, insanın, cəmiyyətin yaranması tarixinə əsaslanır və göstərilir ki, insan heyvanlar aləmindən yaranmışdır. Onun yaradılışında əmək əsas amil olmuşdur. Bu nəzəriyyə uzaqdan cəlbedici görünsə də, gerçəkliyi, tarixi həqiqətləri özündə çox da düzgün və tam əks etdirmir və dilçiliyin özünə söykənməmişdir. Çünki bu nəzəriyyəni irəli sürən dahi filosof alim Engels və onun tərəfdarları yalnız yer üzərindəki təbiəti bir teatr səhnəsi kimi qəbul etmiş, sanki təbiətdəki daxili hadisələri görmüş, onları təhlil etmiş, lakin səhnə arxası hal və hadisələri sezib qiymətləndirə bilməmişlər. Bunun üçün lazımi ədəbiyyat da o vaxtlar yox dərəcəsində idi. Həm də bu nəzəriyyənin irəli sürüldüyü 19-cu əsrdəki elmin ümumi inkişaf səviyyəsi indikindən çox aşağı olmuşdur. Baxmayaraq ki, 20-ci əsrdə fiziklər atomu və onun hissəciklərinin hərəkətlərini xüsusi qurğularda sürətləndirərək və biri-biri ilə toqquşduraraq daha kiçik hissəciklərə ayıra bilmişlər. Materialistlər materiyanın özünün nə cür yarandığını və nədən ibarət olduğunu hələ də axıra qədər aydınlaşdıra bilməyiblər. Həm də materialistlər müqəddəs kitabların, o cümlədən Quranın, Bibliyanın adi insan sözləri ilə, insan dili danışığı ilə göylərdən göndərildiyinə və o zamanlara görə yüksək bədiliklərə malik olduqlarına da fikir verməmişlər. Deməli, dilin mənşəyinin düzgün təyin edilməsi bu gün də problem olan aşağıdakı suallara cavab tapıldıqdan sonra mümkün olacaq. Yer planetində və kainatda həyat əslində nə cür yaradılmışdır? Bizlərə yer insanı kimi yaxşıca məlum olan bioloji varlıqlar nə cür və niyə yaradılmışdır? Kainatda dil, düşüncə, eşitmə qabiliyyəti təkcə bioloji insana mı məxsusdur? Dilin əsas vahidlərindən olan sözlər
ümumi kainat vəhdəti qanunları ilə uzlaşırmı? Dilləri kimlər və necə yaradıb? Nə qədər təəccüblü olsa da, təkamülə doğru irəliləməli olan müasir insanın, kainat, onun canlı və cansız varlıqları, həm də onların işləri, fəaliyyətləri barəsində məlumatları demək olar ki, yoxdur. Hətta insan özünün bu dünyaya nə üçün gəldiyini, niyə yaşadığını və buradan köçdükdən sonra ruhunun nələrlə, kimlərlə qarşılaşacağını bilmir. Bir sözlə, özündən xəbərsizdir və kör-kürana yaşayır. Bu barədə ona müasir elmlər və bütövlükdə dinlər qeyri-kafi və inandırıcı olmayan məlumatlar vermişlər. Yuxarıda göstərilən bu və ya digər məsələlərin əksəriyyəti 1999-cu ildən bəri ədəbiyyatda işıqlandırılsa da, bu əlavədə mövzuya dair bəzi məsələlərin bir qədər də geniş açıqlanmasını diqqətinizə təqdim edirik.